Tatuya münasibətiniz necədir? Əla, problem yox. Hər kəsin şəxsi fikridir. Təbii bədən onun, qərar onun. Misal bir gün oğlunuz gəlsə desə ki, tatu vurmaq istəyirəm, nə deyərsiniz? Oğluma soraqda gələrmi deyə. Tatuya münasibətin necədir? Pis. Bəyənmir. Yəni mən istəmirəm. Düşünün ki, kimsə maşını var, istəyirsiniz çeşitsin. Üstünücü. İstəyirsiniz. Mən istəmərəm ha. İndi Allah da onu istəmir. Siz tərəfdən baxanda tatu sadəcə dəb kimi görünür, yoxsa ayıb kimi? Təbii ayıbla nə əlaqəsi var? Yox, niyə ayıb olsun? O dediyim kimi hər kəsin şəxsi qərarıdır, amma mənə görə təbii olan daha dəyərlidir. Evet. Və sizcə? Mənim üçün heç bir problem yoxdur. Maşınım olsun, mən onu özüm cızaram. Qəşəngdir, şəkillər. Tatu vurarsınız deməli. Öz problem yoxdur. Yoxunuzda tatuvuz? Yoxdur. Amma istəyirəm. Görürsünüz necə insanlar necə müxtəlifdir. Bu və bu gözəl. Olacaq belə fərqli. Bacımızdır. Necə müxtəlifsiz.